üçün xüsusi gün üçün mən çanta hazırlayıram. Orada bütün lazım olan alətlər, lazım olan aksesuarlar hamısı var olacaq. Çox rahat, çox maraqlı, mənim ürəyim istəyən bir çantadır. Salamlayırıq qardaşlarımızı, dostlarımızı, bizim videolarımızı və kanalımızı izləyən hər kəsi. Qardaşlarımız bizim bugünkü videomuzda Sahar Brut kampaniyasından olan balaca, çox maraqlı, çox möhkəm və dözümlü, keyfiyyətli bir orqanayzer haqqında, yəni çanta haqqında danışacağıq. Mən bu çantanı bir neçə gün olar ki sifariş eləmişəm. Bilirsiniz ki, fövqəladə vəziyyətlərə hazırlıq üçün, xüsusi gün üçün mən çanta hazırlayıram. Orada bütün lazım olan alətlər, lazım olan aksesuarlar hamısı var olacaq və onları yavaş-yavaş, tələsmədən, düşünülmüş şəkildə bunları yığıram və həmin o komplektə, həmin o komplektasiyaya, həmin o boxçaya aid olan çantalardan biri də budur. Bu ümumilikdə həm çanta adlanır, həm orqanayzer adlanır. Yəni bir neçə xırda aksesuarı böyük çantanın içində necə gəldi, hara gəldi belə səpilmiş şəkildə istifadə eləməmək üçün xüsusi balaca çantalar, orqanayzerlər olur ki, onların içində istifadə edirsiniz. Yəni tapmaq rahat olsun bunları və çantada da narahatçılıq yaratmasın. Bu xaki rəngində olandır. Burada deməli ilk öncə ölçüləri gəlindən göstərim. Ümumi ölçüləri belə baxaq. 14 santimetrin 16 santimetrədir. Qalınlıq da təqribən baxaq 5-dir. İndi orada dəqiq ölçüləri mən yazacağam. Bu tam dolu vəziyyətdə ölçülər hansı ölçülərə qədər genişlənə bilir. Tam olaraq bunların xarakteristikalarını yazacağam. Material karduradır. Burada material karduradır. Çox qalın, dözümlü, möhkəm bir materialdır. Burada ilk hissədə velcro panel var. Velcro panel və burası belə nişanlar, hətta kimlik bura əlavə eləmək olar, nişanlar əlavə eləmək olar. Hansısa loqolar, hansısa şəkillər, hansısa komandaların üzvüsüsə o komandaların loqoları əlavə eləmək olar. Burada bir cib var. Üst hissədən bura nəsə yerləşdirmək olar. Bu bağlanan hissələr 2 dənəlidir. 2 dənəlidir burada. Hər iki tərəfdən bağlanır. Bağlayırıq. Əks tərəfdən mən burada indi daraq qoymuşam hələlik. 3 cib var. Bura fanar yerləşdirmək olar. Bura cib bıçağı yerləşdirmək olar. Açılan. Bura açarlar yerləşdirmək olar, müxtəlif. Yəni, burada 3 dənə cib var və üzdə belə tutacaq. Bura bloknot yerləşdirmək olar. Hansısa dəsmalı büküb yerləşdirmək olar. Yuxarıda D hərfi formalı plastik həm tutacaq ola bilər, həm hardansa asa bilərsiniz. Və aşağıda da belə bir neylondan, çox qalın neylondan belə bir yer var burada, petlə kimi, hara ki paraşüt ipini keçirmək olar. Ümumiyyətlə, bu fövqəladə vəziyyətlərə hazırlıq olsun, everyday carry komplektləri olsun, AGC komplektlər deyirlər, everyday carry, yəni gündəlik istifadə elədiyiniz aksesuarları özünüzlə daşımaq, yəni belə tərcümə olunur, özünüzlə daşıdığınız, öz üzərinizdə olan gündəlik istifadə olunmaq üçün nəzərdə tutulan aksesuarlar. Bu mövzuda da paraşüt ipi çox geniş istifadə olunur. Yəni, belə deyək də, hər 3 situasiyadan birində paraşüt ipindən istifadə eləmək olur. Burada da onun üçün yer var, askı kimi istifadə eləmək üçün. Biz açırıq bu çantanı. Baxın, necə səliqəli bir orqanayzer hazırlayıb. Sahar Brut, bu Sahar həmin bu çantaları tikən adamın ləqəbidir, belə deyək. Sahar onun ləqəbi olub. Brut da ki, brutal sözündəndir. Brutalni, yəni brutal sözündən götürüb. Ov üçün, balıq ovu üçün, adi ov üçün nəzərdə tutulan çantalar tikir bu adam.
Yəni bu şirkət də Rusiya istehsalıdır. Azon saytından rahatlıqla əldə eləmək olur bunları. Burada da çantada astar var içində, bu hissədə. Bir cib var. Bu hissədə bir cib var. Mən bura artıq xamutlar qoymuşam, xamutdur. Burada bıçaqdır, batareyadır, varta. Deməli 1, 2, 3, 4. 4 dənə belə rezinlər var üzdə və 2 dənə geniş, böyük rezinlər var altda. Artıq 6 dənə bura aksesuar yerləşdirmək olar bu panelə. Yəni rezinlər olan. Burada da belə görsənir. 1, 2, 3, 4. 4 dənə rezin belə panel var və 2 dənə də altda böyük. Yəni burana alışqan qoymuşam, bura USB qoymuşam. Burada belə siqnal işığı var, velosipetin vaxtından qalan. Burada əlavə rezin var, bura nəsə qoya bilərsiniz. Bu hissə. Burada əlavə rezin var. Və burada balaca petlələr var. Görürsünüz. Bu bir petlə. Burada da olmalıdır haradasa. Bu da ikinci. Burada da petlə var. Və Sahar Brut logosu. Çox, yəni rahat, çox maraqlı, mənim ürəyim istəyən bir çantadır. Yəni yaxşı ki, mən heç Maxpedition almadım. Çox kampaniyalar var, firmalar var. Maxpedition'dır, 5.11 Tactical'dır, Tasmanian Tiger'dir. Başqa firmalar çoxdur, yəni markalar çoxdur. Onlar hamısı çox bahalıdır, onlar da keyfiyyətlidir. Amma bu ən belə deyək də, ən əl çatan bu oldu. Keyfiyyəti onlardan heç də geri qalmır. Yəni kampaniya, firma olaraq bu az tanınır hələ ki. Həm də bunu dəqiq bilirəm ki, bu tikən adam bunları öz əli ilə tikir, özü tikir. Yəni bu handmade deyək də belədir. Əl işidir bu tam olaraq. Belə bugünkü videoda hələ ki bu çanta haqqında danışdım, fikirlərimi paylaşdım. Tam olaraq xarakteristikalar, material hamısı videonun altında, yəni yazılarda qeyd eləyəcəm, qeydlərdə materialdır, tam bunun ölçüləridir, hamısı tam olaraq çəkisinə qədər onları qeyd eləyəcəm. Bugünlük bu qədər. Görüşərik.